Salam dostlar, mən Mızmız Turist. Bu günlərin bir iş test eləyəcəyik. Görək, əgər Barcelonada bizim işimiz yoxdursa, pulumuz qutarıbsa, necə pul qazana bilərik. Və ağlıma belə bir şey gəldi ki, dəniz qırağında sərin içki satım. Bunun üçün belə bir qutumuz var. İçinə alıb tökmüşük, nə bilim, Heineken, pivə, su, içki, soyuq sular. Üstünə də belə buzda qırıntıları tökmüşük ki, sərin qalsın. Və bu qutunun özü də sərin saxlayır. Və gəlmişik Barcelonada biçin yanına. Bu günlərim test edək, görək. Əgər bizim pulumuz qutardıqda, biz pivə sataraq, su sataraq Barcelonada yaşaya bilərik, yoxsa yox. Yay sezonundan nə qədər pul qazana bilərik. Günün axırında sizə göstərəcəm nə qədər pul qazandıq. Başlayaq. Davam edirik dostlar. Tükənmək yoxdur. Yarım saatdir gəlmişik. Artıq demək olar ki, çantamızın yarısını satıb qutarmışıq. Satdıqca əyləncəli olur. Və əziz dostlar, bir saatdir gəlmişik. Cəmi 3 dənə içkimiz qalıb. Bu özümündür. Və beləliklə davam edirik. Gözən hər kəs əlində satır. Bir sadəcə olaraq qazanc üçün yox, bir test olaraq edirik ki, əgər burada birimiz pulsuz qalsaq, evimizdən, işimizdən olsaq, buradan nə iş görə bilərik. Amma polis kontrolü var, hər kəs belə tətikdədir. Və dənizdə üzənlər üçün vertolyot şeyi var, kontrolü var, gedir, gəlir. Canım sağ desin. Və beləliklə əyləncəlidir, yox, maraqlıdır, maraqlı bir video çəkirik. Gün sonuna qədər davam edəcəyik və ən sonda sizə qazancımızın nə qədər olduğunu göstərmək istəyirəm. İzləmədə qalın, takip edin. Bizim günlük qazancımız ölkənin sayısı nə qədərdir? 2, 4, 6, 8, 10, 12, 14, 16, 18, 18, 20, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30, 32, 34, 35, 36, 37, 38, 39, 40, 41 euro, 46 sent. Deməli 41 euro, 46 sent. Bunun da təxmini deyək ki, 20 eurosu ya da 15 eurosu bizim rasxodumuzdur. Kolamızın birini özümüz içmişik. Deməli bugünkü xeyrimiz nə qədərdir? 20 euro, 20-25 euro bizim gəlirimiz var. Yaxşıdır, elə işləməyə ehtiyac yoxdur. Elə su satasa da günə 20 euro, 25 euro olsa bəsdir. Amma yorucudur. Leşimi sərmişəm bura.